Salamlar hər kəsə, mən Rəşid Kamalov və kanalıma xoş gəldiniz. Mən bu kanalda Linux, DevOps və Cloud üzrə dərslər çəkirəm. Xatırlayırsınızsa, təqribən bir il əvvəl biz Linux Red Hat RHCSA dərs seriyamıza başladıq. Uzun bir seriya oldu və o seriyanı mükəmməl bir şəkildə tam praktiki nümunələrlə, hətta exam-based nümunələrlə biz həmin seriyanı başa vurduq. LinkedIn-dən də sizə məlumat verdiyim kimi artıq bu gündən etibarən biz təzə bir uzun bir seriyaya başlayırıq. Bu seriya artıq olacaq DevOps sahəsi haqqında. DevOps sahəsində olan mövzular haqqında videolar olacaq. Kubernetes, Docker, ümumiyyətlə DevOps sahəsinə aid olan hər bir şeyi biz bu kanalda, bu dərs seriyasında ətraflı hər bir şeyi detallı üstündən keçəcəyik. Mən biraz özüm haqqında məlumat verim. Mən artıq 10 ilə yaxında IT sahəsindəyəm və IT-nin ilk təməlindən, əlifbasından başlayıb ta bu günlərə qədər gəlib çıxmışam. Özüm həm də Bank Respublikada DevOps mühəndis, DevOps injiner olaraq çalışıram. Eyni zamanda Linux instruktoram Log Akademiyada. Bundan əvvəl mən Uğur IT Akademiyada Linux üzrə instruktor kimi işləmişəm. YouTube-a mən uzun zamandır video çəkə bilmirdim. Çünki işlərim həm iş həyatında, həm də şəxsi həyatında dəhşət çox olduğuna görə, yəni normadan artıq olduğuna görə vaxt ayıra bilmirdim. Və bu da məni çox məyus edirdi. Şükürlər olsun ki, artıq işlərimi müəyyən qədər qaydasına sala bilmişəm və LinkedIn üzərindən də sizə söz verdiyim kimi artıq yeni bir maraqlı bir seriya başlayırıq. Deməli, bugün mən sizə danışacağam DevOps nədir, DevOps sahəsi nədir, kimlər bu işlə məşğul olmalıdır, DevOps sahəsində istifadə olunan texnologiyalardan, ümumiyyətlə bu sahənin nə olduğunu ətraflı sizə izah edəcəm, niyə yarandı, nə vaxt yarandı, sonra virtual maşınlardan, konteynerdən danışacağam və növbəti dərslərdə biz artıq Kubernetes seriyasına başlayacağıq. Kubernetes dərsləri çəkəcəm və bu dərsləri elə bir mükəmməl bir şəkildə çəkəcəm ki, siz bu Kubernetes dərs seriyasına videolara baxıb və həmin o videoda olan praktiki nümunələri işləsəniz, çox rahatlıqla Kubernetes imtahanından keçə biləcəksiniz. Vaxt uzatmadan keçək dərsimizə. Prezentasiya hazırlamışam bugün sizlərə. Deməli, ilk öncə danışaq DevOps nədir? Tarixçəsi, prinsipləri, VM konteyner və arxitektura modellərindən ilk öncə başlayaq. İlk öncə deməli DevOps nədir? DevOps development, yəni inkişaf və operations əməliyyatlar sözlərinin birləşməsindən yaranan bir termindir. Proqram təminatının, yəni development komandasının və operations komandalarının belə deyək, sürətli, avtomatlaşdırılmış və birlikdə daha yaxşı şəkildə ünsiyyət qurmaları, problemləri daha operativ şəkildə həll etmələri üçün sıx əməkdaşlıqla işləməsini təmin edən ilk öncə bir mədəniyyətdir, praktikadır və alətlər toplusudur. Sadə dildə desək, yoldaşlar, DevOps proqramın sıfırdan, yəni kodun, applicationın sıfırdan yazılmasından tutmuş, onun belə deyim də, deploymentinə qədər olan bütün prosesləri sürətləndirən, daha reliable, yəni etibarlı və daha az minimum xəta ilə həyata keçirən bir yanaşmadır. Burada da şəkildə görürsünüz development və operations. Bunun ikisinin birləşməsindən DevOps yaranıb. Qısaca belə bir tərif də hazırlamışam. DevOps nədir? Biraz riyazi düstur kimi desək, mədəniyyət, yəni metodologiya, plus proseslər və toollar, yəni alətlər toplusu. Məqsəd nədir? İnkişaf və, yəni development və operations komandaları arasında bir növ görünməz divar rolunu oynayır. Yəni proqramın daha tez və etibarlı çatdırmaqdır.
Sonra davam eləyək. DevOps niyə yarandı? 2000-ci illərin ortalarında proqram sayəsində ciddi bir problem vardı. Yəni bu problem nədir? Mən belə qısaca izah edeyim sizə. Əvvəllər necə idi? DevOps yaranmamışdan qabaq developer kodu yazırdı. Öz kompüterində, lokalında onu test edirdi. O testlər uğurlu olandan sonra gətirirdi. Həmin kodu sistem adminə verirdi ki, mən kodu yazmışam, öz kompüterimdə yoxlamışam, hər şey işləyir və bunu sistemə deploy elə. Sistem admini götürürdü, onu Linux serverlərdə deploy edirdi. Bəzən deploy uğurlu olurdu, çox zaman da uğursuz olurdu, problemlər çıxırdı və deyirdi ki, sənin kodunda problem var. Developer də deyirdi ki, yox, mən öz kompüterimdə yoxlamışam, istəyirsənsə gəl bax, mən öz kompüterimdə run edirəm, işlədirəm, heç bir problem yoxdur. Və beləcə bu problem olaraq qalırdı. Sistem admin problemi atırdı developerin üstünə, developer problemi atırdı sistem adminin üstünə və bir application deploya çıxması həftələr, bəzən aylar alırdı. Burada da yazmışam. Agile metodologiyası, yəni development komandalarının daha sürətli və çevik işləməsinə imkan versə də, operations komandaları ənənəvi yavaş və dəyişikliyə ehtiyatla yanaşan proseslərlə işləməyə davam edirdi. Bu nə deməkdir? Tutalım ki, belə deyək. Bir developer kodu yazırdı əvvəl, sistem adminə verirdi. Sistem admin onu Linux serverlərdə onu deploy eləyirdi. Deyək ki, deploy uğurlu keçdi. Müəyyən bir vaxtdan sonra həmin o kodun, application'ın artıq yenilənməsi lazımdır. Müəyyən bir featurelar gətirilməsi lazım idi və developer həmin o kodu daha yeni bir versiyasını, daha yaxşı bir versiyasını yazırdı və gətirib sistem adminə verəndə sistem admin dedi ki, bunu hələ eləməyək, qoy müəyyən bir müddət işləsin və yaxud da ki, razılaşdı ki, eləyək və yaxud da dediyim kimi, həmin bu problemlərə görə, yəni developerin yazdığı kodu yenidən deploy eləyəndə, deployda yaranan problemlərə görə artıq sistem adminlərin bir növ gözü qorxmuşdu və ehtiyat edirdi və belə bir yanaşma var. İşləyən şeyə dəymədi. Yəni, belə deyək, IT-də də yəqin ki, eşitmişsiniz. Ona görə bu development prosesi ləngiməyə başlayırdı. Developerlər, burada yazmışam, tez-tez yeni kod buraxmaq istəyirdi. Operation isə sistemin sabit qalmasına görə məsuliyyət daşıdığı üçün dəyişikliklərdən çəkinirdi. Yəni, dəyişikliklərdən çıxacaq problemlərdən çəkinirdi. Bu ziddiyyət nəticəsində İngilis dilində buna wall of confusion, yəni qarışıqlıq divarı adlanan bir vəziyyət yaranır. Yəni, çıxmazlıq, girdab yaranırdı. Kod hazır olsa belə onun production'a çıxması həftələr, bəzən də aylar alırdı. Bax, burada da yazmışam. Qəşəng bir slayddır. Əgər bu slaydı istəsəniz, nəinki bu slaydı, bundan sonraki dərslərimizdə olan slaydları istəsəniz, kanalımda olan mənim e-mail adresim üzərindən mənə yaza bilərsiniz. Keçək DevOps-un yaranma tarixinə və necə yarandı, kim tərəfindən yaradıldı. İlk öncə 2008-ci ildə Torontoda Agile konfransı böyük bir konfrans təşkil olundu. Bu konfransı təşkil edən əsas 2 nəfər var idi. Biri Andrew Clay Schaffer idi, biri də Patrick Debois idi. Bunlar Agile Infrastructure mövzusunda qəşəng bir çıxışlar hazırlamışlar və bu çıxışları elədilər. Burada əsas bu çıxışın mahiyyəti nədən ibarət idi? Developer və Operations komandalarının arasında həmin bu problemlərdən bəhs elədilər. Bu problemlərin həlli üçün DevOps adlanan bir metodologiyanın ilk dəfə bu 2 şəxs irəli sürdülər, bu ideyanı səsləndirdilər. Və bu çıxış, bu konfrans olduqca səs gətirdi və belə deyə başarılı oldu. Ondan sonra bir il sonra 2009-cu ilin iyun ayında Velocity konfransı oldu San Francisco şəhərində.
Burada isə Flickr mühəndisləri John Allspaw və Paul Hammond 10 plus deploys per day adlı məşhur çıxışlarını edilər. Bu hərəkatın manifestinə çevrildi. Yəni nə deməkdir? Həmin bu DevOps belə deyim, anlayışının inkişafı üçün daha bir yeni bir addım atılmış, daha bir addım atılmış oldu. 2009-cu ilin oktyabrında isə ilk DevOps Days Belçikada Gent şəhərində DevOps Day tədbiri keçirildi. Təbii ki, bu tədbiri keçirən Patrick Debois oldu və bu konfransı o təşkil elədi. Və ardınca 2010-cu ildə isə 2009-cu ildən sonra 2010-cu və 2010-cu illərdən sonra isə artıq çox sürətli bir şəkildə DevOps anlayışı, DevOps mədəniyyəti sürətlə yayılmağa başladı. Netflix, Amazon, nə bilim Meta və digər bütün böyük şirkətlər, təbii ki, o vaxt Meta yox idi, deyək Google olsun, böyük şirkətlər, yəni dünyaca məşhur gigant şirkətlər artıq bu DevOps metodologiyasını tətbiq eləməyə başladılar. 2013-cü ildə Docker və 2014-cü ildə isə Kubernetes ekosisteminin formalaşması baş verdi. Davam eləyək. İndi isə biraz nələrdən danışaq? DevOps-dan əvvəl və DevOps-dan sonraki dövr, belə deyək. DevOps-dan əvvəl necə idi, DevOps-dan sonra necə oldu? Əvvəl necə idi? Komandalar ayrı-ayrı şəkildə fəaliyyət göstərirdi. Yəni development komandası və operations komandası bir-birindən ayrı işləyirdi. Deployment bayaqlar dediyim kimi həftələr, bəzən aylar çəkirdi. Bu iki komandaların bir-birindən ünsiyyəti çox zəif idi, hətta demək olar yox idi. Məlumat mübadiləsi gec gedirdi. Xəta zamanı həmişə bir-birlərinin üzərində günah axtarmağa başlayırdılar. Buna blaming də deyilir. Dəyişiklik böyük və nadirən tətbiq olunurdu. Yəni çox nadir hallarda development olunurdu. İndi necədir DevOps mədəniyyəti? Komandalar artıq DevOps metodologiyası, DevOps anlayışı meydana çıxandan sonra komandalar artıq birgə başlayır işləməyə. Məsuliyyət artıq hamının birgə məsuliyyətidir. You build it, you run it. Belə desək, deməli, yayılma avtomatik olur. Yayılma deyəndə nə? Deploy-dan gedir söhbət. Sürətli və tez-tez baş verir. Yəni artıq developer artıq yeni bir kod çıxarmaq istədiyəndə, kodun versiyasını yeniləmək istəyəndə, yeni bir feature gətirmək istəyəndə artıq bunu həftələr, aylar çəkmir, çox qısa bir zamanda DevOps toolları vasitəsilə DevOps sayəsində bu artıq çox rahat bir şəkildə həyata keçirdi. Fasiləsiz feedbacklər artıq olurdu. Bayaq dediyim blameless yanaşma, yəni xətadan dərs çıxarma artıq meydana gəldi. Yəni əgər bir problem çıxırsa, təkcə belə deyək də operations deyil, development komandası deyil, hamı artıq bu bir problemdən, bir xətadan artıq bir dərs çıxarırdılar və ona çözüm aramağa başlayırdılar. Kiçik, tez-tez və az riskli dəyişikliklər. Yəni artıq əvvəlki qədər problemlər, risklər az çıxmağa başladı. Davam eləyək. DevOps-un əsas prinsipləri əməkdaşlıq. Yəni bu nə deməkdir? Komandalar vahid bir məqsəd uğrunda birgə fəaliyyət göstərirdilər. Avtomatlaşdırma. Təkrarlanan işlərin, yəni dövrü olaraq təkrarlanan işlərin skript və yaxud da DevOps toollar vasitəsilə, alətlər vasitəsilə artıq avtomatik icra olunmasıdır. Təbii ki, bu da həm vaxt cəhətdən, həm də keyfiyyət cəhətdən çox böyük üstünlüklər gətirib çıxartdı.
CI/CD, Continuous Integration və Continuous Delivery və yaxud da Development buna demək olar. Kod tez inteqrasiya olunur və avtomatik şəkildə çatdırılırdı. Fasiləsiz monitoring, sistemin performansı və xətaları daim izlənir. Təbii ki, DevOps toolları vasitəsilə. Fasiləsiz öyrənmə, bayaq dediyim kimi xətalardan dərs çıxarılır və həmin o proseslər daha da təkmilləşdirilir ki, o problemlər, xətalar bir daha çıxmasın, errorlar çıxmasın. Infrastructure as a code kimi toollardan istifadə olunur. Yəni server və infrastruktur kod vasitəsilə idarə olunur. Bu da daha sürətli bir işə gətirib çıxarır. DevOps Life Cycle deyilir buna. Azərbaycan dilində DevOps həyat dövrü. Fasiləsiz təkrarlanan dövr, yəni sonsuz, infinite loop deyilir buna. Bu nədir? Birinci plan, kod yazılır, kod build olunur, image əmələ gəlir, sonra o kod test olunur, sonra release, sonra deploy, sonra operate, sonra monitor və təzədən yenə plan. Yəni bu dövr, bu sonsuzluq dövrü sonsuz olaraq davam edir. İndi isə danışaq VM nədir, virtual maşın nədir və həmçinin danışaq konteyner nədir. İlk öncə VM nə, virtual maşın nədir? Virtual maşın bir fiziki serverin resurslarına, bura nə aiddir? Bura onun diski, bura onun yaddaşı, CPU-su və digər parametrlər aid etmək olar. Yəni bu bir serverin resurslarını proqram təminatı vasitəsilə bir neçə müstəqil izole, burada xüsusilə bu cür diqqət eləmişəm yazmağa, izole edilmiş mühitə bölən texnologiyadır. Bu texnologiya adətən Hypervisor adlanan texnologiyaya aiddir və burada VMware ESXi, sonra Microsoft Hyper-V, KVM, VirtualBox, VMware Workstation və digər proqramları aid etmək olar. Bax, necə olur? Mən izah edeyim sizə. Bir fiziki server olur və həmin o fiziki serverin üzərinə bir dənə Hypervisor adlanan texnologiya yazılır. Həmin bu Hypervisor texnologiyasına bu proqramlardan hər hansı bir aid ola bilər. Və həmin o Hypervisor texnologiyasında artıq isə çoxlu virtual maşınlar əmələ gəlir və həmin bu virtual maşınların hamısının ayrıca əmələ sistemi, öz kerneli və öz resursları olur. Yəni bu virtual maşından asılı deyil. Yəni hamısı independent olaraq fəaliyyət göstərir. Yazmışam. Hər virtual maşın öz tam əməliyyat sistemini, kernel daxili, virtual sərt diski, virtual şəbəkə kartı sanki ayrıca bir fiziki kompütermiş kimi işləyir. Sadəcə proqram daxilində işləyir. Əsas xüsusiyyətlər nədir? Tam izolyasiya. Yəni hər VM öz OS ilə tam müstəqil şəkildə işləyir. Eyni serverdə müxtəlif OS-lərlə işləyə bilər. Yəni Windows və Linux eyni şəkildə bir dənə fiziki serverdə təkcə, yəni o demək deyil ki, bütün VM-lər Linux olmalıdır və yaxud Windows olmalıdır. İstədiyin əməliyyat sistemini, OS-i sən qaldıra bilərsən bu Hyper-V texnologiyasında. Başlanmasından adətən 1-2 dəqiqə çəkir. Yəni bir virtual maşın ayağa qalxmağı, bu da nəyə görədir? Onun diski böyükdür, onun OS-i ayrıdır, onun resursları ayrıdır. Ona görə bu 1-2 dəqiqə çəkir. Bəzən də hətta 3-5 dəqiqə çəkir. Ölçüsü gigabaytlarla hesablanır. Çünki tam ayrıca izolyasiya olunmuş operation'sı var. Daha doğrusu əməliyyat sistemi var. Konteyner nədir? Konteyner bir application'ın, onun bütün dependensiyalarının tək bir kompakt bir paket şəklində bizə təqdim edən bir texnologiyadır. Burada nə yazmışam?
konteyner tətbiqi və onun bütün asılılıqlarını, kitabxanalarını, librlərini, konfigurasiya fayllarını tək bir paketə yığan, lakin host əməliyyat sisteminin nüvəsini paylaşan yüngül izolyasiya texnologiyasıdır. Mən əvvəlcə bu şəkli sizə izah edeyim. Deməli, konteynerdə necə olur? Deməli, host plus fiziki server. Yəni birinci fiziki server olur. O fiziki serverin üzərində bayaq dediyim kimi bir hypervisor texnologiyası olur. Həmin hypervisor texnologiyasının üstündə bir VM-lər olur. Belə deyək də, bu şəklin üstü olaraq bu VM-lərdə çoxlu konteynerlər olur. Təsəvvür edin ki, bu özü bir şeydir, virtual maşındır və virtual maşının üzərində çoxlu siz konteynerlər yarada bilirsiniz. Təbii ki, həmin o virtual maşının resursunun əl verdiyi sürəcə, təbii ki, yəni resursun çatdığı qədər. Və burada çoxlu konteynerlər yarada bilərsiniz və bu hər bir konteynerdə də müxtəlif fərqli bir applicationlar işləyə bilər və hər bir konteyner başqa bir proqramlaşdırma dilində, məsəl üçün Python ola bilər, Java ola bilər, Go ola bilər, Golang ola bilər. Yəni müxtəlif bir proqramlaşdırma dilində yaza bilərsən və bu applicationlar, proqramlar bir-biri ilə çox rahat bir şəkildə işləyəcək. Yəni bir-birindən asılılıq yoxdur. Və yazmışam burada. Və eyni şəkildə bunun üstünlüklərini də deyim. Bu konteyner VM-dən daha sürətlidir, çünki konteyner daha az resurs sərf edir. Çünki konteyner VM-in hansı kerneli istifadə edirsə, həmin kerneldən istifadə edir və həmin virtual maşının VM-in resurslarından istifadə edir. Ona görə konteynerdə olan prosesləri biz hostda, yəni VM-də Docker PS nə idi? PS eləyəndə və top eləyəndə biz həmin prosesləri konteynerdə olan prosesləri də biz fiziki serverdə görə bilirik. Və dediyim kimi, konteynerlar fiziki serverin və yaxud da virtual maşınların əməliyyat sistemindən, resurslarından və kernelindən istifadə elədiyinə görə daha sürətlidir, daha yaxşı işləyir. Və yazmışam, VM-dən fərqli olaraq konteynerlar öz əməliyyat sistemini daşımır. Bu da onları xeyli daha yüngül, sürətli və resurs baxımından səmərəli edir. Yəni, VM-lərin resursları, yəni istər RAM, CPU, disk həcmi olsun, daha böyük idisə, konteynerdə bu artıq megabaytlarla ölçülür. Yazmışam burada. Əsas xüsusiyyətləri hostun kernelini paylaşır. Yəni, hostun istifadə elədiyi kerneldən istifadə edir. Öz OS-i yoxdur. Saniyələr ərzində başlayır, yüngül olduğu üçün ölçüsü adətən megabaytlarla hesablanır. Bir serverdə yüzlərlə konteyner işlədə bilər və yenə də altını cızaraq vurğulayıram ki, həmin o hostun resursları imkan verdiyi təqdirdə yüzlərlə konteyner işlədə bilərsən. VM və konteyner hansı daha üstündür? Təbii ki, bunu müqayisə eləmək belə ehtiyac yoxdur da. Yəni, nə barədə ehtiyac yoxdur? Zaten bayaqdan danışıram. Siz özünüz də gördüyünüz hansı daha üstündür. Amma və lakin elə məqamlar ola bilər ki, sən konteynerdən yox, virtual maşından istifadə eləməlisən. Məsəl üçün, sadə bir nümunə verim. Database-lər heç vaxt deməyim 90-95% ayrıca bir VM üzərində qurulur, konteyner üzərində qurulmur. Amma konteyner adətən applicationlar konteynerlar üzərində işləyir ki, daha sürətli olsun, daha
funksiyonal olsun, scalable olsun və digər xüsusiyyətləri olsun. Ölçüsü deyə burada yazmışam gigabaytlara, megabaytlarla bir konteynerin ayağa qalxmağı saniyələr ərzində olursa, bir virtual maşında 1-2 dəqiqə, bəzən 5 dəqiqə çəkir. İzolyasiya məsələsi tam o əməliyyat sistemi ilə izolyasiya olunur. VM ancaq və lakin konteyner proses səviyyəsində izolyasiya olunur. Resurs istifadəsi virtual maşında təbii ki, yüksəkdir. Konteynerdə isə bu aşağıdır. Prototiplik ortada yüksəkdir. Ümumiyyətlə, prototiplik nədir, yoldaşlar? Prototiplik odur ki, sən bir virtual maşın qaldırırsan, o virtual maşının faylını kopyalayıb, öz kompüterinə götürüb bir flash kartı atıb, onu başqa bir serverdə, başqa bir yerdə həmin deməli, VM-i qaldıra bilirsən. Konteyner də eyni şəkildədir. Bir konteyner qaldırırsan, o konteynerini fayla çevirib, o faylı istədiyin deməli konteyner orchestration toollarında, tool deməyim, yəni istədiyin bir yerdə onu sən qaldıra bilirsən. Prototiplik budur. Burada orta virtual maşında, yəni səviyyə fərqindən gedir söhbət. Konteynerlərdə isə daha yüksəkdir. Sıxlıq, yəni bir serverdə sən onlarla, yəni virtual maşın qaldıra bilərsən bir serverdə. Amma sən isə bir hostda, bir Linux hostunda yüzlərlə konteyner qaldıra bilərsən. Hansı daha yaxşıdır? Təbii ki, dedim. Tam izolyasiya olunmuş, əgər sənə tam izolyasiya olunmuş bir mühit lazımdırsa, müxtəlif əməliyyat sistemləri və güclü təhlükəsizlik istəyirsənsə, o sənin üçün prioritetdirsə, təbii ki, virtual maşın seçilir. Yox, əgər sən deyirsən ki, mənim application işləyəcək, burada kodum, mənim yazdığım bir kod, application, servis daha sürətli işləməlidir və onun tez-tez developmenti lazım olacaq. Ona görə konteynerə üstünlük verilir. Real, yəni iş həyatında, real dünyada ikisi çox zaman birlikdə istifadə olunur. Məsələn, Kubernetes cluster nodları VM üzərində işləyir. Yəni, VM olmalıdır ki, sən konteyner qurasan. VM olmasa, konteyner olmağı biraz gülməli görsənir. Yəni sənin bir virtual maşının və yaxud da bir serverin olmalıdır ki, VM deməyim də, bir sənin hostun olmalıdır ki, həmin hostunda sən konteyner qurasan. O hostda adətən fiziki, yəni bütün birində bir serverə bir dənə təbii ki, VM olmur. Yəni bir server üzərində o həmin o bir server bir host kimi işləmir təbii ki. O bir serverin böyük bir yaddaş həcmi olur. Yəni diskləri çox olur, disk həcmi, yaddaş həcmi çox böyük olduğuna görə həmin o serverdə dediyim kimi Hyper-V texnologiyasından istifadə olunur və üstündə çoxlu VM-lər qurulur. Həmin o VM-lərdə də konteynerlər istifadə olunur. İndi isə keçək yoldaşlar. Monolit arxitektura nədir? Microservis, yəni mikroservis arxitekturası nədir? Monolit arxitektura bütün sistemin vahid bir şəkildə işləməsini təmin edir. Yəni biraz bunu daha da açacağam. Burada nə yazmışım onu deyim. Application'ın, tətbiqin bütün funksionallığının, yəni istifadəçi interfeysi olsun, biznes məntiqi olsun, verilənlər bazası olsun, vahid bir-birindən ayrıla bilməyən kod bazasında yerləşdiyi ənənəvi bir yanaşmadır. Bütün tətbiq vahid bir proses kimi işə salınır və vahid şəkildə bütöv olaraq yayımlanır. Bu nə deməkdir, yoldaşlar? Yəni bir dənə misal üçün siz sayta girirsiniz, belə deyim. Tutalım girirsiniz Amazon'un saytına, orada görürsünüz login hissəsi var. Orada görürsünüz registration hissəsi var. Orada görürsünüz nə bilim information hissəsi var. Orada nə bilim
kataloq hissəsi var. Onlar hamısı ayrıca bir servis kimi işləyir, mikroservis arxitekturası ilə. Amma monolitdə isə bütün bu sadaladığım şeylər, o UI interfeysdə gördüyünüz, saytda gördüyünüz hamısı, o gördüyünüz şeylər vahid bir kod şəklində işləyir. Və bunun da təbii ki, bir çox mənfi tərəfləri var. Ən böyük mənfi tərəflərindən biri də odur ki, hər hansısa biri işləməsə, ümumi bütün sayt işləməyəcək. Yəni belə deyim də, sənin information about me və yaxud ki, hissəsinə klik eləyəndə o hissə işləmirsə, sən ümumiyyətlə saytın işləməyəcək. Bu da təbii ki, böyük bir fəlakətdir, böyük bir şirkətlər üçün. Ona görə nə etdilər? İndi ondan danışacağam. Yeni bir arxitektura gətirdilər. Buna dedilər mikroservis arxitekturası. Bunu adətən modulyar bir arxitektura da deyilir. Monolitdə necə idi? Deyim də, belə bir təsəvvür edin ki, sən maşın sürürsən. Sənin maşın sürən yerdə əgər sənin şüşəsilərin, sadə bir nümunə verim, şüşəsilərin işləmirsə, sənin ümumiyyətlə maşının hərəkət eləmir, dayanır. Yəni, belə bir bənzətmə eləyim. Amma monolit arxitekturada belə deyil. Bir application-ı yığan zaman onu mikroservislər şəklində yığırlar və modulyarlıq anlayışı burada irəli sürülür. Məsəl üçün, belə deyim, nümunə verim. Biri təkəri yığır, biri, nə bilim, engine, mühərriki yığır, biri qapıları yığır, biri şüşələri yığır və s. və ilaxır. Yəni, hər bir mikroservis müəyyən bir funksiyanı yerinə yetirir. Bayaqlarda dediyim kimi biri login hissəsidir, biri registration hissəsidir, biri kataloq hissəsidir və s. və ilaxır. Yəni bir şeydə xidmətdə, bir servisdə bir problem çıxanda o ümumi işin gedişatına təsir eləmir. Üstünlüklər. Üstünlüyü odur ki, monolitin adətən startup layihələr məsləhət görülür ki, monolit arxitektura üzərində qurulsun. Çünki mikroservis arxitekturası çox bahalı arxitekturadır. Çünki orada daha çox VM-lər istifadə olunur. Sən orada cluster qurursan, sənin orada database olur. Yəni resurs baxımından daha çox xərc tələb elədiyinə görə ilk başlarda əgər bir startup layihəniz varsa, monolit arxitekturlarını qurmaq daha yaxşıdır. Asan test və debugging olunur. Əməliyyat mürəkkəbliyi azdır. Çatışmazlıqlar nədir? Kod bazası böyüdükdə idarə etmə çətinləşir. Bir hissədəki xəta bütün sistemi çökdürə bilər. Miqyaslama bütün tətbiqi tələb edir. Texnologiya seçimi məhduddur. Texnologiya seçimi nədir? O bayaq dediyim məsələ. Sən əgər bir kod, dedim də, bir servis, kod deməyim, bir servis bir proqramlaşdırma dilində yazılıbsa, başqa bir servisdə məcbur eyni proqramlaşdırma dilində olmalıdır. Amma mikroservis arxitekturasında bu belə deyil. Bir servis ola bilər Java-da yazılsın, bir servis ola bilər Go dilində yazılsın. Bu heç bir fərq eləmir. İstər PHP olsun, heç bir fərqi yoxdur. İstər Python olsun, bunun heç bir önəmi yoxdur. Bütün bu servislər API-lar vasitəsilə bir-birinə rahat şəkildə əlaqə saxlayacaq. Mikroservis arxitekturası nədir? Ondan danışdım. Application-i kiçik, müstəqil, ayrı-ayrı deploy oluna bilən servisləri bölmək yanaşmasıdır. Hər servis öz məlumat bazasına, öz texnologiya stəkinə malik olurlar və digər servislərin API-lar vasitəsilə ünsiyyət qururlar. Burada da şəkil qoymuşam, yerləşdirmişəm. Üstünlüyünü dedim. Burada da eyni şeylər yazılıb. Çatışmazlığı nədir mikroservisin? Paylanmış sistemin idarəsi mürəkkəbdir. Yəni mikroservis arxitekturası, onun idarə etməsi monolitdən daha çətindir. Məsələn, Istio-nu, servis meşi misal göstərmək olar ki, onu başa düşmək, onu idarə etmək çətindir. Yəni sənin mikroservislərin sayı nə qədər artsa, sayı nə qədər çox olsa, onun
idarə etməsi də bir o qədər çətin olacaq. Və təbii ki, bu çətin idarə etməyini handle eləmək üçün də güclü bir DevOps komandan olmalıdır və güclü bir, yaxşı bir DevOps prinsipi tətbiq olunmalıdır, avtomatlaşdırması olmalıdır. Monolit və mikroservis bunu dedim. Burada da belə yazmışam. Bax, burada yazmışam. Bir çox uğurlu şirkət, Netflix, Amazon, Uber böyüdükcə monolitdən mikroservisə keçib. Lakin kiçik layihə və MVP, yəni startup layihələr üçün monolitdən başlamaq çox zaman pratikdir. Əvvəlcə başla, ehtiyac yarandıqda da keç mikroservisə. Yəni sənin bir startup layihən var, onu başlayırsan monolitdən başla. Artıq o layihə uğurlu olduqda, sən artıq gəlir gətirməyə başladıqda artıq mikroservisə keçə bilirsən. Keçməlisən daha doğrusu. DevOps tool, DevOps alətləri. Burada Git-in misal göstərmək olar. Version control deyirlər buna. GitHub, GitLab, CI/CD, Continuous Integration, Continuous Delivery, Jenkins, GitHub Actions, CircleCI, konteynerləşdirmə, Docker, Podman, Orchestration, Kubernetes, Docker Swarm. Əvvəlcə Docker Swarm çıxdı, sonra Kubernetes istifadə olunmaya başladı. Kubernetes çıxandan sonra artıq heç kəs Docker Swarm-dan istifadə edə bilmədi. Eləmədi daha doğrusu. Çünki Kubernetes təbii şəkildə, yəni Docker Swarm-dan daha yaxşıdır, daha funksionaldır. Infrastructure as a code, Terraform, Ansible, Chef, Monitoring, Prometheus, Grafana, ELK Stack, EFK Stack. Bu ELK nədir? Elasticsearch, Logstash, Kibana və yaxud da Elasticsearch, Filebit, Kibana. Cloud platformaları, AWS, Azure, GCP. Təbii ki, burada da qeyd eləmişəm. Bütün bu toolları əzbərləməyə ehtiyac yoxdur. Əzbər bilməyə də ehtiyac yoxdur. Çünki sən əsas bu toolların mahiyyətini başa düşəsən. Yəni sənə onlarca, yüzlərcə DevOps toolu var, amma sən bilməlisən ki, bir DevOps mühəndisi olaraq hansı tool sənə daha faydalıdır, hansı faydasızdır. İki DevOps tooldan birini müqayisə eləmək istəyirsənsə, baxmalısan ki, sənin biznes modelinə, sənin işinə uyğun olaraq, istər maliyyə olsun, maliyyə cəhətdən olsun, istər funksionallıq cəhətdən olsun, hansı sənin işinə daha yaxşı olur, daha yararlıdır, onu sən bir DevOps mühəndisi olaraq sən onu ayıra bilməlisən. Davam eləyək. DevOps nə vacibdir? Sürət, etibarlılıq, miqyaslana bilmə, əməkdaşlıq. Yəni, bayaq dediyim bütün mövzular bura aiddir. Burada belə bir yazmışam ki, qeyd kimi. Bir gün DevOps mühəndisliyi IT sahəsində ən çox tələb olunan, daha doğrusu bu gün DevOps mühəndisliyi IT sahəsində ən çox tələb olunan peşələrdən biridir. Bu da heç təbii ki, əsaslıdır. Çünki DevOps sayəsində artıq belə deyim, biznes modelləri artıq daha sürətli işləməyə başladı, daha güvənli olmağa başladı və bu da böyük bir şirkətlərə milyonlarla, hətta milyardlarla pul qazandırmaq mənasına gəlir. Yəni, biri var ki, sən bir işi görəsən, 6 aya gəlir əldə eləyəsən, 6 aylıq gəliri DevOps sayəsində sən hətta 1 aya, sən 2 aya daha rahat şəkildə əldə edə bilirsən. Bu da nədən irəli gəlir? Həmin DevOps sayəsində görülən iş daha sürətli və daha peşəkar olur, daha yaxşı olur, daha reliable olur, güvənilir olur. Bulut, AWS, Azure, GCP və konteynerləşdirmə, Docker, Kubernetes bilikləri ilə bunlar birləşəndə geniş bir karyera perspektivi təqdim edir. Əgər sən DevOps mühəndisi olmaq istəyirsənsə, sənin üçün uzun bir yol var. Bu yol asan yol deyil, bu yol çətin və məşəqqətli yoldur, amma bu yolu getmək, bu yolun keçilməsi mümkünsüz deyil. Təbii ki,
iradə olmalıdır, istək olmalıdır, əzmkarlıq olmalıdır. Sən Linux öyrənməlisən, sən sistemdən biraz bilməlisən, şəbəkədən, networkdan bilməlisən, DevOps toollarını bilməlisən, database-dən bilməlisən, biraz proqramlaşdırmadan kod səviyyəsində bilməlisən ki, problemlər çıxanda ən azından kodu oxuyub başa düşə biləsən. Yəni DevOps asan bir sahə deyil, çətin sahədir və buna görə də DevOps mühəndislərinin maaşı digər mühəndislərə nisbətən yüksəkdir, çünki işi əziyyətli və məsuliyyətlidir. Son olaraq burada yazmışam ki, DevOps bir vəzifə deyil, komandanı necə birlikdə işlədiyini göstərən bir mədəniyyətdir. Belə yoldaşlar, mənim ümid edirəm ki, bu dərsim sizə faydalı oldu. Bu dərs sadəcə bir necə deyim, praktiki dərs olmadı. Çünki praktiki dərslər növbəti dərslərdə keçəcəyik. Bu sadəcə bir DevOps nədir? DevOps niyə yarandı? Kim yaratdı? DevOps sahəsindən anlayışı olmayan bir şəxs bu videoya baxaraq DevOps-un nə olduğunu artıq başa düşə biləcək. Əgər kimsə bir DevOps öyrənmək üçün bir roadmap istəsə, internetdə yüzlərlə, onlarla DevOps roadmaplər var, amma mənim öz karyeramda, DevOps karyeramda tətbiq elədiyim bir roadmap var. Kim istəsə mənə yaza bilər, həmin roadmapı verə bilərəm. Belə, düşünürəm ki, faydalı dərs oldu. Əgər bu cür dərslərin davamını gəlməsini istəyirsinizsə, kanala abunə olun. Kanalı paylaşaraq maksimum dəstək olun. İnşallah növbəti dərs artıq biz hamının böyük maraqla uzun zamandır gözlədiyi Kubernetes seriyasına başlayırıq. O seriyanı bitirəndən sonra isə DevOps toollarından biz bəhs edəcəyik. İstər nə bilim, nümunə verim, Prometheus, Grafana olsun, Vault olsun, Elasticsearch olsun, ELK stack olsun və digər, yəni ən məşhur, ən çox, ən yararlı, yəni DevOps üçün yararlı olan toollardan bəhs eləyəcəyik, öyrənəcəyik. Ona görə kanalıma abunə olmamışsınızsa abunə olmağı unutmayın və dəstək olmağı da unutmayın. Sağ olun, salamat qalın.